Salam uşaqlar. Bu günləri riyaziyyat 6-cı sinif 2-ci hissədən dəyişənli ifadələrin sadələşdirilməsi mövzusundan 36-cı səhifəni izah edəcəyəm. 36-cı səhifədə olan tapşırıqlara baxaq. Öyrənmə, ifadələri sadələşdirin. Əməllərin xassələrini tətbiq etməklə dəyişən daxil olan ifadələr sadələşdirilə bilir. Məsələn verib, 3 vuraq, mötərizə açıb 2C çıxaq 5, mötərizə bağlayıb çıxaq, yenə mötərizə açıb 4C çıxaq 7. Bu ifadəsini sadələşdirmək üçün əvvəlcə deyir, mötərizə açılır, oxşar toplanılır, qeyd edilir, islah olunur. İndi bu qaydadan istifadə etməklə birini həll edib, indi bunu açıb vuraq. Siz o qaydaya baxın, 3 vuraq, 2C çıxaq 5, bax, çıxaq, əvvəlcə misalı həmişə köçürürük, sonra mötərizə açırıq 4C çıxaq 7. O da bərabərdir. 3-ü mötərizənin daxilində olan hər bir həddə vururuq. 3 dəfə 2, 2C, 6C, çıxaq, 3 dəfə 5, 15, çıxaq. Bu elə bir mötərizənin qarşısında çıxaq mənfi 1, mənfi 1-i 4C-yə vururam, mənfi 4C, çıxaq 4C, sonra mənfiyə vuranda müsbət, üstünə gələk 7. O da bərabərdir. 6C-dən 4C-də çıxıram, qaldı 2C, çıxaq 8. İndi 7-ci tapşırığa baxaq. Sadələşdirin. Nümunə verib yenə. Mənfi n, mötərizə açıraq, n üstünə gələk 2m, üstünə gələk 2 vuraq, n çıxaq 3m, çıxaq 1. Bunun həllini işləyib, sonda alıb n çıxaq 8m, çıxaq 2. İndi buna uyğun olaraq biz tapşırıqları yerinə yetiririk. Bizə verilən 4x çıxaq 5 vuraq, x çıxaq 2. İndi bunu sadələşdirin deyə bərabərdir. Yazıram 4x çıxaq, 5-i vururam x-ə 5x, mənfi 5-i mənfi 2-yə vuranda 10, müsbət 10, üstünə gələk 10. O da bərabərdir. 4x-dən 5x çıxır, mənfi x, üstünə gələk 10. Sadələşdir. Növbəti 2 vuraq, x çıxaq 5, çıxaq, x çıxaq 3. Misalımızı köçürdükdən sonra yenə vurmanın paylama qanunundan istifadə edərək hər bir həddinə vururuq mötərizənin içindəkilərə. 2x çıxaq 10, çıxaq x, üstünə gələk 3. O da bərabərdir. 2x-dən x-i çıxıram 1x, çıxaq 10-la 3-ün işarələri əks olduğundan 10-dan 3-ü çıxıram, mənfi qarşısına yazıram. 10-dan 3-ü çıxıram 7, mənfi 7, x çıxaq 7. Növbəti 2 vuraq, a çıxaq b mötərizədə, çıxaq a üstə gələk b. Bərabərdir. Yenə paylama qanunu 2a çıxaq 2b, çıxaq a, çıxaq b. O da bərabərdir. 2a-dan a-nı çıxıram a, çıxaq b-lər də eyni işarəli olduğuna görə toplanır və mənfi qabağına çıxaq 3b. a çıxaq 3b. Sonra 3 vuraq, c çıxaq 2d, çıxaq 4c üstə gələk d, çıxaq 6. Bunu da yazırıq. Yenə 3-ü vururam c-yə 3c, çıxaq 3 dəfə 2, 6d, çıxaq 4c, çıxaq d. Mötərizənin qarşısındakı mənfi hamısının işarəsini dəyişir. Üstünə gələk 6. Bərabərdir. Deməli elədir. 3c ilə 4c-nin altından bir xətt çəkirəm. Mənfi c, 6d ilə d-nin altından 2 xətt. Çıxaq 7d, üstünə gələk 6. Növbəti tapşırığa baxırıq. 3 vuraq, 4 çıxaq x, çıxaq 5x, bərabərdir. 3 dəfə 4, 12, çıxaq 3x, çıxaq 5x. O da bərabərdir. 12 çıxaq, eyni işarə olduğuna görə toplanır. Çıxaq 8x. Növbəti mənfi 7 çıxaq x, çıxaq 6 vuraq, x çıxaq 1. Bu bərabərdir. Mənfi 7, üstə gələk, mənfi müsbət, üstə gələk x, çıxaq 6x, üstə gələk 6. O da bərabərdir. Mənfi x-lərin altından bir xətt çəkək. Mənfi 5x, çıxaq 1. Növbəti
mənfi 3 vuraq m üstünə gələk n, çıxaq n, çıxaq m, bərabərdir mənfi 3m, çıxaq 3n, çıxaq n, üstə gələk m. Bu da bərabərdir mənfi 3m-in altından bir xət, m-lərin altından bir xət, mənfi 2m, n-lərin altından isə 2 xət, çıxaq 4n. Sonra növbəti 7-ci tapşırıqda axırıncı deməli A üstə gələk 1, çıxaq 5 bərabərdir 5 dəfə 2 10A, çıxaq 5B, çıxaq 10, çıxaq A, çıxaq B, üstə gələk 5 bərabərdir. A'lara baxıram, 10A'dan A'nı çıxıram, 9A, 5B ilə B toplanır. 9A üstünə gəl, çıxaq 6B, 10 ilə 5-də çıxaq 5. 8-ci tapşırığa baxaq. Sadələşdirin və dəyişilən verilmiş qiymətli ifadənin qiymətini hesablayın. Bu da A variantından başlayaq. Deməli, 3 vuraq, x çıxaq 2, çıxaq 5x çıxaq 8 bərabərdir. 3x çıxaq 6, çıxaq 5x, üstünə gələk 8. 3x ilə 5x, mənfi 2x, üstə gələk 2. Burada deyir, x bərabərdir mənfi 4. O da bərabərdir mənfi 2, vuraq mənfi 4, üstünə gələk 2. Mənfi mənfiyə vuranda müsbət, 4 dəfə 2, 8. 8-in üstə 2 gələrəm, o da bərabərdir 10. B variantına baxıram. 2 vuraq, A çıxaq 4B, çıxaq 5A, çıxaq B. Bu bərabərdir 2A çıxaq 8B, çıxaq 5A, mənfi mənfi vurdum, üstünə gələk B. O da bərabərdir mənfi 3A, çıxaq 7B. Bunda yerinə A bərabərdir mənfi 2. A-nın yerinə mənfi 2 qoysaq, mənfi 3 vuraq, mənfi 2, çıxaq 7 vuraq, B də 3-dür. O da bərabərdir. Mənfi mənfi vuran müsbət 3 dəfə 2, 6, çıxaq 3 dəfə 7, 21. O da bərabərdir mənfi 15. C variantına baxırıq. M çıxaq 2D, çıxaq 4M, çıxaq 2D bərabərdir. Burada əvvəlcə mötərizəni açaq, işarə, əks işarə dəyişsin işarələrini. M çıxaq 2D, çıxaq 4M, üstə gələk 2D. 2D-lər biri çıxmadı, biri toplama getdi. Əks işarələr olduğuna görə M-lərə də 2 xət çəkib, M-dən 4M-i çıxanda mənfi 3M. M də mənfi 6-dır. O da mənfi 3-ü vururam mənfi 6-ya. 3 dəfə 6, 18. Müsbət 18. Çünki mənfi vuranda müsbət 18 edir. Məsələ həlli 9-cu tapşırığa baxırıq. Şəkildə verilənlərə görə düzbucaqlığın perimetrini hesablamaq üçün ifadə yazın və onu sadələşdirin. Düzbucaqlığın perimetri 24 olarsın. Biz bilirik ki, düzbucaqlığın perimetri 2 vuraq, A üstünə gələk B. Yəni 2 vuraq, bunların burada verilib, A-nın yerinə verilib. Belə 6 tərəfin biri 6 çıxaq A, digər tərəf 2A üstə gələk 3. Bunları toplayıram. Yəni 2 vuraq bunların tərəflərin cəmi. O da bərabər 24. Onda 2-ni mötərizəyə vurub bölüb açıram. Əvvəlcə mötərizənin içərisini sadələşdirək. 2 vuraq. Baxıram. A, 2A əks işarəli çıxılır. 6-dan 3 toplanır. 9 üstə gələk A. 2 vuraq 9 üstə gələk A bərabər 24. Vuruq hasil kimi baxırıq. Ona görə 9 üstünə gələk məchul vurğu tapmaq üçün 9 üstə gələk A'yı tapmaq üçün hasili məlum vurğa bölürük. 24-ü 2-yə bölürəm 12. Toplanan cəm kimi baxırıq. A da bərabərdir. 12-dən 9-u çıxıram 3. Deməli A 3 tapdım. Tərəfi 3-dür. Düzbucaqlığın sahəsi də S bərabərdir. A vuraq B'dir. Yəni
B-ni tapaq indi. Digər tərəfi, yəni biz tapdıq A 3-dür. Bir tərəfi deməli onda 3-dür. Digər tərəfi isə, yəni 6-dan 3-ü çıxıram, 3 qalır. Bir tərəfi 3-dür. Bir tərəfini götürək böyük A bərabərdir 6 çıxaq 3, o da bərabərdir 3. Bir də B-də böyük B götürək. Böyük B bərabərdir 2 vuraq 3. 2A üstə gələk 3-dür də. 2 vuraq 3 üstə gələk 3. 6-ın üstədir 3, 9. Deməli, biri 3-dür, biri 9. S bərabərdir A vuraq B-də. 3 vuraq 9, o da bərabərdir 27. Düzbucaqlığın sahəsi 27. 27 imiş. Sonra 10. Alma şirəsi A manatadır. Nar şirəsi bunun 2 qatından 1 manat bahadır. Deməli, 2 qatından 2A-dan 2A üstə gələk B-dir. Alma şirəsi A-dır. Digər bundan nar şirəsi 2A üstə gələk B-dir. Nar şirəsi alma şirəsindən nə qədər bahadır? Nar şirəsi alma şirəsindən, nar şirəsi oldu 2A plus B. Alma şirəsi də A-dır. Deməli, nə qədər baha olduğunu tapmaq üçün 2A plus B-dən çıxacaq A. O da bərabərdir A plus B. Nə qədər bahadır? A plus B qədər. Aynur 3 alma və 2 nar şirəsi aldı. Onun ödədiyi pula uyğun ifadə yazın. Aynur 3 alma. 3 alma 3A və 2 nar şirəsi üstünə gələk. 2 vuraq, nar şirəsi 2A plus B-dir. Buna uyğun ifadə yazdım. Və sonra deyir ki, A bərabər 1 tam %70, B bərabər 0 tam %30 olarsa Aynur nə qədər pul ödədi? 1 tam %70. Deməli, onda 3A'yı 3 vururam. Əvvəlcə bunu sadələşdirək. 3A üstünə gələk. 2 dəfə 2, 4A üstünə gələk 2B. 7A üstünə gələk 2B. Sonra A 1/7. O da bərabərdir. 7-ni vururam 1/7-yə. Üstünə gəlirəm. 2-ni vururam 0/3-ə. 7-ni 1/7-yə 7 və 1, 7, 7 və 7, 49. 11/9. Üstünə gələk. 2 dəfə 0/3, 0/6. O da bərabərdir 12/5. Deməli, Aynur nə qədər pul ödədi? 12 manat 50 qəpik pul ödəyib. 11-ci məsələnin həllinə baxırıq. Şəklin çərçivəsi eni 1/5 cm olan taxtadan hazırlandı. Samir ölçüləri x cm və 9 cm olan şəkli bu çərçivəyə saldı. Çərçivənin sahəsini hesablamaq üçün ifadəni yazın və sadələşdirin. Çərçivənin sahəsi 81 kvadrat santimetr olarsa, şəklin uzunluğu neçə santimetrdir? Biz burada, deməli, S bərabərdir. Biz bilirik ki, düzbucaqlıda A vuraq B-dir. A-nın yerinə baxırıq, əvvəlcə ümumi çərçivənin sahəsi, ümumi sahəni hesablayaq. A-nın yerinə durur 9, üstünə gələk 2 vuraq 1/5. Çünki o tərəfi də yuxarısı da aşağısı da. 2 vuraq 1/5 3 eləyir. 9-un üstə 3 gələndə 12. Deməli, A bir tərəfi 12-dir, E-nin. Uzunluğu isə B bərabərdir. X üstünə gələk 2 vuraq 1/5. O da bərabərdir. X üstə gələk 3. Uzunluğu da X üstünə gələk 3-dür. Sahə indi üstündə yerinə qoyaq. 12 vuraq X üstə gələk 3 mötərizədə. O da bərabərdir. 12X üstünə gələk 36. Bu ümumi sahədir. İndi çərçivənin sahəsini verib, çünki bizə onu hesablayaq. S çərçivə bərabərdir. Ümumi sahədən 12x üstünə gələk 36-dan çıxıram. Çərçivənin sahəsi 9-u x-ə vuram, 9x. 12x çıxaq üstə gələk 36, çıxaq 9x bərabərdir. 81 verib. 12x-dən 9x-ə çıxanda 3x, üstə gələk 36 bərabərdir 81. 3x bərabərdir. 81-dən 36 çıxıram 45, x bərabərdir 15 cm olar. Deməli, çərçivənin şəklin uzunluğunu elə bizdən soruşduğuna görə x şəklin uzunluğunu tapdıq 15 cm
olacaq. 12-ci məsələyə baxaq. Taksidə adi saatlarda gediş haqqı ilkin 1 manat və hər kilometrə görə 30 qəpik əlavə hesablanır. Qələbəlik saatlarında isə gediş haqqı ilkin 1 manat 50 qəpik, hər kilometrə görə 50 qəpik əlavə hesablanır. Qət edilən məsafədə D kilometr olduqda kilometrini vermir. Qələbəlik saatlarında gediş haqqı adi saatlardakı gediş haqqından nə qədər çox olar? Bunu belə hesablayarıq. Deməli, adi saatlarda gediş haqqı 1 manatdır, qələbəlikdə isə 1 manat 50 qəpik. Birini yazaram adi saatlarda. 1 üstünə gələk 0,3 D. 1 üstünə gələk 0,3 D. Digəri isə qələbəlik saatında isə 1,5 üstünə gələk 0,5. 0,5 D. Onda nə qədər çox olar deyirsə, qələbəlik saatından o birisini çıxacağım. Yazıram. 0,5 1,5 üstünə gələk 0,5 D çıxaq. Mötərizə açıraq 1 üstünə gələk 0,3 D. O da çıxılanda 1,5-dən 1-i çıxıram. 0,5 üstünə gələk 0,2 D. D kilometrajdır. Kilometrajı versəydi hesablaya bilərdik. Deməli 0,5 üstünə gələk 0,2 D qədər çox olar. Bu qədər uşaqlar, sağ olun. Bəyənməyi, abunə olmağı unutmayın.